Deməli, Ramazan ayının əvvəli rəhmət ayıdır. Ortası, dəyərli məclis əhli, bağışlanmaq, axırı nicat, qurtuluş ayıdır. İnsanlar ki, oruç bayramı edirlər, o gün Şəvval ayının biri namaz qılırlar, fitr namazın, o gün mələklər əllərində qəbz gəlirlər insana, təbrik edirlər, deyirlər Allah Taala üçün oruç tutduğun üçün orucun mükafatı sənə cənnət oldu. Tamam günahları Allah bağışladı. Mən belə bir söz deyim siz əzizlərə, insanlar üçün bu bir bəhanə ayıdır, ay cəmaət. Sizə qurban. Yəni ki, 50 il idi, 70 il idi, 80 il idi, Allah hamıya uzun ömür versin. Günah eləmişdin, bilərək, bilməyərək, nəfs aldatmışdı, özünə zülm etmişdin. Allah səni yaratmıyor ki, səni odda yandırsın. Qulaq as, Allah istəyir böyük cənnət nemətlərinə ixtiyarında qoysun. Dünyanı bir imtahan eləmişdi. Bizi burada yoxlayır, yaxşı əməllər, pis və s. Dərəcələrimiz bilsin. Ona görə istəmirsən gedib axirətdə odda yanasan, Ramazanı bahana ayı edib ki, biri də alimlər deyir ki, insan bu ayda oruç tutub, namaz qılıb, tövbə etməklə tamam günahlardan başlanır. Ona görə Peyğəmbər əleyhissalam buyurur, əgər bir insan, orucu bir insan çatdı aya, səhti yaxşıdır, orucu birdən bilərək tuta bilməzsə, tutmazsa, Allah eləməsin, deyir o insan bədbəxtdir. Allah imkan verdi, o istifadə edə bilər. Əziz cəmaatımız, Ramazan ayında cənnətin qapıları açılır, cəhənnəm bağlanır, şeytan zəncirlənir. Peyğəmbər buyurur, istəyin Allah'tan cənnəti üzünüzə açsın da bağlamasın, qapı açıbdır. Şeytanı zəncirləyib deyin Allah zəncirləsin, cəhənnəmi bağlayıb deyin Allah bağlasın. Hər namaz vaxtı dualar qəbul olunur. Dediyim kimi, bu ay gecə gündüz qapı açıldı. Ayrı günü sən gedirsən Məkkəyə, Kərbalaya, Məşədə, ocaqlara, müqəddəs yerlərə ki Allah mənim duamı eşitsin. Ramazanda hər şey öz hüzurundadır. Yəni Allah'la qapını açır, danış. Özü bəyər nə dedi Quranda? Dedi mənim orucumu qəbul etsələr, dəvətini, süfrəmə gəlsələr, mən də söz verirəm, dualarını qəbul edərəm. İndi sən bu ayaya inanırsan, bilirəm inanırsan, inan. Başına dönüb inanmırsan da özü küfür əhlisən. Allah'ın Qur'anı deyir bizə, sizi bağışlayarım, gəlin oruç tutun. İnanmasak biz oluruq artıq, Allah əmin günahkar başladır. Allah əziz şəhidlərimizi, gələn əzizlər, ölənlərimizi rəhmət eləsin. Bu mərhumə Fiza ananın ruhu ilə, onun yoldaşı Cəm valideynlərin ruhu ilə bir salavat istəyək. Allahümme sallam Muhammed və ali Muhammed. Bəli, oruç şəhvəti zəiflədir, qəlbi saflaşdırır, günahdan insanı qoruyur. Oruç tutan cənnətdə bir dənə rayhan cənnətli var, ora daxil olur, oruçdan başqa ora daxil ola bilməz. Siz bilirsiniz, biz bir gün qəbirdən qalxacağıq, Sirat körpüsündən keçməliyik. Qıl körpüsü, tamam. O körpünün dərinliyi haqqında Peyğəmbər buyurub, daşı götür, oradan buraq, 70 ildən sonra onun dibinə çatar. Həmin o dibi ki çatar, körpünün altından, o 7 qat cəhənnəmdən ibarətdir. Biz cənnətə getmək üçün məcburi Sirat körpüsünə gətiriləcəyik. Qulaq asın, Peyğəmbər deyir, orucu tutun, altdan ki o sizi istəyər ağuşuna alsın, oruc orada qalxan olar. Necə Allah eləməsin, od olanda divar, daş divar, qoymur, zabor, alovu içəri keçsə, insanın orucu qiyamət günündə alovu qaytarır, cəhənnəm alovunu qaytarır. Və orucda Allah Teala Kur'an'da buyurur ki hayrun min elfi şehr. 83 ildən yuxarı bir gecənin savabını kazanırsan. Senin yaşın 70'ti, 75'ti. Bir gün oruç tutursan Qədir gecəsi. Allah o gecəyə 84 illik sana savab, namaz karar verir. 2 dənə oruç tutsan 84, 3 dənə və bununla sənin Allah Teala o boyda savabları verir. Demək, oruç ayında insanlar ehtiyacı olanları sevindirməlidir.
istiğfarı çox eləməlidir. Quranı oxumağa sizə qurban. Mən qurtardım, söhbət çoxdur, sizdə vaxt da yetişdi. Quranı ünsiyyət eləməlidir. Əzizlər, bax, bir dənə bu ayəyə bax. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Sadaqallahul aliyyil azim. Bu İxlas surəsinin 1-ci ayəsi. Mən oxudum bir aya. İndiki Ramazanda sən onu oxuyursan, Allah bir Quran savabı verir sənə. Quranda neçə aya var? 6236 aya. Bir dənə ayəni oxumaqla bir Quran savabı alırsan. Qulaq az. Allahu samad, lam yalid və lam yulad və lam yekun lahu kufuven ahad. 4 aya oxudum. Deməli 4 Quran savabı Allah verəcək sənə. 6336 1, 6236 1, 114 surə hər ayəyə bir Quran savabı verir. Bu ayın üstünlüğün biri də budur, əziz cəmaatımız. Və gəldim, yetişdim o yerə, yekunlaşdırım. Məddə bütün xəstəliklərin məkanıdır. Oruç onun dərmanıdır. Ay cəmaat, 25 ildən yuxarı, biraz da çox, 30 illi də keçər, Alexey Saforinin bir kitabı məndə evdə var. Böyük Rus akademik həkimidir. Onu niyə aldım? O kitab orucdan yazır. Müalicənin yeni usulü kitabı. 35 il bundan qabaq Alexey Saforin böyük Rus akademi həkimi deyir ki, ac qalmaqla bir çox xəstəlikləri insan aradan apara bilər. Yəni xəstəlik var. Oruç tutmaqla mikrob əriyir, yox olur. Bədəndə artıq piylər, ağsaqqal əriyir, yox olur. Beyin daxili təzik, öd yolları, mədə bağırsaq, hətta diyabetə belə indi maşallah bizim həkimlərimiz var, burada da bəlkə var, bilirlər. Çox savabı var, şəfası var insanın. İnsan artıq piyləri əridir. O mikroblar ki, yeməməklə aradan gedir, zərərsizləşir, insanın əvvəlki bədənin sağlamlıq balansını əldə edir. Summu təsu, Peyğəmbər deyir, oruç tutun, sağlam olun. Bugün oruç tutan qardaş bilir, o özündə nə qədər dəyişiklik hiss edir. Əvvəlki gündə. Demək, oruç namaz üçün qapıdır, hamı bu qapıdan girir. Peyğəmbər deyir, oruç tutsuz, az qalır, qapıya yaxınlaşmışsınız, namaz da qalarsınız. Peyğəmbər buyurur, oruç tutun, ahirətin ac susuzluğunuzu yada salın. Siz qabırdan qalxanda o isti, köməksiz olmayan, kölgəsi olmayan bir çöldə. Bugün həcdə olanlar varsa burada bilir, həcc ziyarətində biz Minaya gedirik. Ərafat dağında oluruq, Ərafat çölündə. 3 gün. Çünki dünyada ahirətə uyğun istiyə görə ot əlaf yoxdur deyə, su, ağac bitməyən bir yerdir. Allah orada qərar veribdir, bizi orada maarifləndirir. Kəfən əynimizdə, yəni qəbirə bizi kəfənlə qoyurlar. Burada da ehram geyinirik, kəfəndir. Gəlin buradan ahirəti yada salın. Orucda da gəlin ahirətin az susuzluğunu yada salın. Məqsəd burada budur. Bir də üzr istəyirəm sizdən. Oruc, İmam Əskər əleyhissalam buyurub Həsən Əskər, varlılar orucu tutsun, kasıbları düşünsün. Ayrı günü varlı nə vecinə? Aclıq çəkən kasıb var. O oruçdandan sonra rəhəm gəlir qəlbinə. Başa düşür ki, bəli, kasıblar illər boyu acdır. Yəni bugün orucluq bir məktəbdir ki, bütün xeyir bədənə, cəmiyyətə, ictimai tərəfdən, maddi baxımdan, mənəvi tərəfdən böyük faydaları vardır, sizə qurban. Allah Respublikamızın hər yerində ki, oruç tuturlar əzizlər, iftar süfrələri verirlər, hamılarından qəbul